Merhabalar, hoş geldiniz. Biri ne altında? Bir. Qiymətləri hesabatına. Neyse. Gələ. 9 manat. Sənin xırdan yoxdur Mina, ona görə nə verəsən? Hə, satıcımız 2 də xırda istəyir, 2 dənə 5 də istəyir. Düz elədin Mina? 10 manat verdin, 1 manat qaytardın, düz elədin? 9 manat eləmişdir. Aha. Nə qədər elədi Əli? 9 idi sən. Qiymət düşdü. 9 manat. 9, bunlar 5 neçə elədi bunlar? 9, 5 neçə oldu? 16 manat. Aha. Düz verdi ya 16 manatı. Sağ ol. Necət? Necət? Ne götürdü? Onu götürdü. Onu bir daha kitabı. Kitabı saydı. Onu götürmeyeyim. 94 manat. Ne kadar kaytarmalısan görsün 94 verip de. Ha, ne kadar kaytardın? Aferin. Ela, ele. Sağ ol. Ne istersiniz? İşte Fatih'in 300 manat şal var. 5 manat. O sana ne kadar verdi? Ne yaparsan? Sağ ol. Ne istersiniz? İstediğini götür. Herhalde 3 manat. Üç manat. Ha, gör 3 manatın var. Yoksa gör necə verəcəksən? Üç manat eləyib. Nə deyəm? 3 manat bax. 1 manat. İndi 3 dənəsini götürsən. Aha, koy. 2 manat. Birini də tapa. Bir də burada. Bax burada. Verək. Görə düz elədi. Götür. Düz oldu. 3 manat elədim. Allah. Ne kadar elədi ayağın? 4 manat. 4 manat. Dört tane manatlığın var. Yoxdur. Nə verəcəksən? 5 manat da yoxdur, 10 manat da yoxdur. Ayağın nə qədər qaytarmalısan? 4 manat eləyib ayağın 20 manat. Nə qədər qaytarmalısan? Nə qədər qaytarmalı uşaqlar? 16. Nuray deyir 16 qaytarmalıdır. 10 manat yoxsa 10 manatı xırda ilə verirsən, necə verəcəksən? Aha, 2 dənə verəsən 10 manat eləsin. 2 Aha. 2 dənə 5, 10, 6. 6 manata qaytar. 5 manat. Düz oldu Nuray. 16 qaytardı. Aha.
Fatih mantıqların azdır. Necə verərsən baş verir? 13 manat. Və ya. Ya, nasıl? Amma sən qədər qaytaracaqsan? Düz qaytardın Fatih?